günləri alac hazırladım. Öz reseptimlə. Abunə olub like qoymaq. İstədiyim kimin oldu. Yəni belə əl vurmaq, tam tutmaq olmur. Yəni o dərəcədə belə istili olmalıdır. Yəni qatı qaynamamalıdır. Həmin bunun üzərinə belə ilıq şəkildə, ilıqdan biraz isti şəkildə şəkər əlavə edirəm. Mən 6 xörək qaşığı əlavə edirəm. Yəni istəyən bundan da çox az şəkər vura bilər. Mən tam yəni özümə evə necə hazırlayıram, onunla paylaşıram. İstəyən azaldar, istəyən çoxaldar. Burada 6 xörək qaşığıdır məndə. Qaçdırırıq ki, biraz şəkəri ərisin içində. O qədər adamın əlindən tutur bu alacılarda. Olur ki, insan belə hardansa gəlirsən, acıyırsan, stolda olur da. Olur ki, hardansa insan gələndə acıyır, eləyir. Yəni tam çayla içməyə çox dadlı alınır. Kim istəyir quşonka ilə, kim istəyir mürəbbə, yəni qatlaşmış südlə, mürəbbə ilə, şokoladla, fərq eləmir. Hamısı ilə çox dadlı olur. Adil boş belə də yeyəndə çayla çox ləzzətli olur. Yəni bunun üzərinə, yəni qatığın üzərinə şəkər tökdüm, qaçdırdım. Üzərinə bir dənə yumurta, ağlı, sarılı. Onu da qaçdırıram. Yumurtanı da yaxşıca belə çırpıram. Sadəcə olaraq dəmir qab olduğuna görə tam görsənmir. Amma düşünürəm ki, yəni danışıqlarımdan başa sala bilirəm. Yumurtanı da əlavə elədim. Şəkəri də qaldı, deməli, qaldı un. Unusa mən 1 stakanda tam birdən-birə tökməyəcəm unu. Yəni hissə-hissə əlavə edəcəm, biləcək. Ola bilsin ki, yenə əlavə edim, ola bilsin ki, heç lazım olmasın. Yarısını töküm və onun üzərinə vanil. Onun üzərinə vanil əlavə edirəm. Qaçdırıram. Unun yarısını əlavə etmişdim. İndi yarısı qalmışdı. Yarısını yenə də tam əlavə etmirəm. Onun da yarısını əlavə edirəm. Yarısını. Bu qədər qalsın. Çünki tam sıyıq olmamalıdır. Belə normal. Tam bisküvitdən biri də olmamalıdır. Yəni qatı da yox. Bunu göstərəcəm. Hələ ki belə sıyırdı. Qalan unu da əlavə edirəm. Deməli tam 1 stakan getdi. Unu belə tökdük, qaçdırdım. Tam. Bu şəkildə qarışdırdım. Belə oldu. Nə qatı, nə sıyıq tam. Bu şəkildə. Bunun üzərinə indi əsas axırda sodanı, 1 çay qaşığı soda əlavə edirəm. Və qarışdırıram. İndi başlayacaq bık eləməyə. Rəngi də dəyişir. Belə bax, bık. Köpük almır. Belə bu şəkildə qəşəng tez-tez pişirirəm. Belə tavana qoymuşdum, üstü olsun. Yağ da əlavə etdim. Baxın, qaldıqca daha da köpüklənir. Belə.
köpük olur. Süper. İndi mən bu qaşıqla həmişə belə rahatdır mənə. Kim istəsə çömçəklə. Yəni edə bilər, fərq eləmir. Çox rahatdır, çox tez hazırlanır. Yəni hər evdə də indi qatıq var, yəqin ki. Əsaslı ingrediyenti qatıqdır. Qatıq olandan sonra bundan hazırlayıb siz də yeyə bilərsiniz. Bu şəkildə qızarsa, deməli ocağa hazırdır. Onda Mili deyirəm. Ha Mili? Ha Mili? Alaycılar hazır oldu. Siz də hazırlayın. Çox bəyənəcəksiniz. Pişə-pişə mən uşaqlar gəldilər, qəşəng-qəşəng götürdülər, aparırlar, yeyirlər. Dedim, çox çəkilişi nəsə göstərim. Bu şəkildə. O qədər dadlıdılar da, yəni çox. Yəni hər bir şeylə şokolada batırıb yeyə bilərsiniz. Dediyim kimi qatlaşmış südə, cəmə, nə bilim səhər yeməyinə, ürəyiniz istəyəndə çayla içməyə fərq eləmir. Hər şəkildə. Yəni məndə uşaqlar qatlaşmış südlə çox sevirlər. Və çayla da yox, su ilə belə də. Yəni siz də hazırlayın, çox bəyənəcəksiniz. Əsasda ki, resepti çox asandır. Hamının evində indi yay vaxtında lap çalışırlar ki, hamının evində qatıq olsun. Yəni əgər qatıq varsa, deməli bunu da hazırlaya bilərsiniz. Az ingredient gedir də belə baxanda. Amma çox ləzzətli olur və çox dadlı olur. Bəzən olur ki, sobanı yandırmaq istəmirik, isti olur da hava. Amma bilmirəm sizlərdə necə. Çox istərdim kommentlərdə yazasınız. Yəni bizdə çox şirniyyat sevəndilər. Evdə həmçinin də özüm daxil ol, özüm də çox sevirik və çalışıram. Necə ki gündəlik yeməyimizi hazırlayırıq. Elə də şirniyyatlarım olur həmişə. Allah hər kəsin ruzusunu bol eləsin. Yəni hər kəs bişirsin. Ona görə belə bir reseptlərdən paylaşıram ki, yəni yayda, qışda fərq eləmir əslində. Yəni çox rahat reseptdir. Yəni şirniyyat istədin, sobanı yandırmaq istəmirsən, nəsə tez bazarda yəni eləmək istəyirsənsə, bu resepti, bu reseptlə hazırlaya bilərsiniz. Siz də hazırlayın. Nuş olsun.